Hər kəs salamlar dostlar. Bu videoda mükəmməliyyətçilik düşüncəsinə danışacağam. Mükəmməliyyətçilik nə deməkdir? Qüsursuzluq demək. Yəni burada demək istədiyim odur ki, dostlar, bu videoda əsasən bir işləri qüsursuz eləməyə barəsində danışacağam. Bəzən şəxsi inkişaf yolunda gedən, yəni bəzən problem çəkdiyi bir problemdir də deyək ki, bu problem müddətdən sonra artıq xəstəliyə tutulmaq kimi olur. Yəni artıq hər şeyi mükəmməl şəkildə eləməyə çalışırsan, hər şeyi qüsursuz şəkildə eləməyə çalışırsan və bu bir nəvi insanı yormağa başlayır və alınmayanda da çox təəssüflənirik, bəlkə də bizdə xəta var deyirik, elədiyim hər bir şeydə səhv edirəm, işlərim alınmır, ən yaxşısı mən bu işi buraxım. Daha sonrasında buraxandan sonra problemlər başlayır, əslində mən buraxmalı deyildim, təkrardan bu yola girirəm və bu yola girirəm və yenə bu xəstəliyə tutuluram və bu xəstəlik məni yenə məyus edir və daha sonrasında bu bir döngü halına girir, həyatım pis bir döngüyə girir. Bu videoda bu mükəmməliyyətçilikdən mənim də başımdan keçənləri danışacağam. Günlük eləyəcəklərimi yazmağı xoşlayıram. Çünki bir insan gününü planlayanda daha çox aktiv olur və daha çox gəlişməli olur və boş vaxtlarında nə edəcəm deyə düşünmür artıq. Çünki o vaxtdan yeni bir şeylər qoyur və belə deyim də həyatı sanki bir düzən üzərində gedir və bu həqiqətən də önəmlidir. Bu videoda nə üçün plan eləməliyik bu haqqda danışmayacağam təbii ki də. Sadəcə planı mən necə mükəmməliyyətçi şəkildə eləməyə çalışırdım, bu haqqda danışacağam. Deməli, mükəmməliyyətçi şəkildə eləmək dediyim, misal üçün ultra mega şəkildə verimli çalışmaq deməkdir. Yəni elə bil ki, mən çox çalışmalıyam da, hədsiz dərəcədə çalışmalıyam və mən hər günlərim plan yazırdım. Hər gün plan yazırdım. Məktəbə gedirdim, plan yazırdım. Evə gəlirdim, kağızlardan plan yazırdım. Hətta yayda belə videosunu çəkmişdim. Belə bir videosunu qoyaram indi. Tam görsənirmi bilmirəm. Və gördüyünüz həmin yerdə belə mən, yəni planlarımı yazır. Yayda belə yazırdım, qışda belə yazırdım, məktəbdə belə hər yerdə yazmağa çalışırdım. Və bir problem var idi ki, yazdığım tüm planlar suya batırdı. Yəni heç biri yaramırdı da. Belə hər bir işdə belə hardasa qüsur tapırdım. Və bunu da mən artıq belə düşünməyə başladım ki, mənim işlərim yolunda getmir. Yəni mən naram, elədiklərim heç biri yolunda getmir də. İnsanlara baxıram ki, məsəl üçün sosial mediada filan, insanların həyatı hər şey əladır, hər şey qaydasındadır. Mənim niyə həyatım belə deyil? Yəni belə düşünürdüm də, belə bilirdim, nə üçün olmur da qardaş, niyə mənim həyatımda olmur? Dostlar, bu bir yerdən sonra artıq heç bir şey edə bilməməyə gəlir və bu edə bilməməkdə çox böyük bir problemə yol açır. Şəxsən bir döngü var həyatımızda. Belə bir döngüdür ki, nə qədər çox düşünərsənsə, o qədər az şey edərsən. Nə qədər az şey edərsənsə, bir o qədər pis olarsan. Nə qədər bir o qədər pis olarsansa, çox düşünərsən. Və bu döngüdə belə gedir. Yəni təsəvvür eləyin də, yəni bizim dopamin sistemimizdə misal üçün bir planı başlayarkən yazmağa və yaxud bir planı bir başqasına danışarkən olmamasının səbəbi elə burada başlayır. Və hər şeyi insanlara eləyəcəyiniz hər şeyi insanlara anlatmayın bu arada. Hər şey, yəni bu belə deyim də qabaqcadan olmuş kimi bizim beynimizə siqnal verir və bu dopamin sistemi çox belə fərqli bir sistemə malikdir. Əgər dopaminin nə olduğunu düşünürsünüzsə, kanalımda tapa bilərsiniz. O haqqda da video çəkmişəm. Biraz ümumi bir videodur. Mən sadəcə qısa bir şəkildə izah eləmişəm həmin videoda. Mükəmməliyyətçilik dostlar bizi bir yerə aparır, amma həmin yerdə biz heç vaxt mutlu ola bilmirik. Tam şəkildə qane ola bilmirik. Bunun da səbəbi bundadır ki, dostlar, bizlər qüsurlu canlılarıq. Bizim doğamız tamamilə qüsurlu şəkildə olubdur, qüsurlu şəkildə gəlmişik və qüsurlu şəkildə də bu dünyadan gedəcək. Əslində bu mövzu biraz fərqli yerlərə də çıxdı, açıq. Yəni bu sadəcə bir spesifik olaraq bir mövzuya bağlı olmadı. Mən şəxsən artıq bir şeyi dərk eləmişəm ki, mən nə qədər plan cızıramsa cızım, enində sonunda o planda bir qüsur çıxır. Və sadəcə şeydən deyil, günə saat 5-də başladım, durdum, nə bilim, hər şey qüsursuz şəkildə getmədi. Bu düşüncəsində idim mən əvvəldə. Sonra gördüm ki, bir gün gec durdum, bir gün bir şeylər olmadı, şeyləri eləyəcək halım olmadı, xəstələndim, bir şeylər oldu və planım pozuldu da, yəni bütün o düşündüklərim çöpə getdilər. Və daha sonrasında mən indi düşünürəm ki, sadəcə ana bir hədəfə odaqlanın, ana bir hədəfə və oturun işləyin dostlar, sadəcə oturun işləyin. Və düzgün bir vaxtı gözləməyin də bir mənası yoxdur. Əslində bu qüsursuzluqla düzgün vaxt bir-birinə bəzən əlaqəli olur.
düzgün bir vaxt yoxdur. Həqiqətən də yoxdur. Sadəcə bir məsələyə başlamaq lazımdır və həmin məsələni davam elətdirmək lazımdır. Çünki nə qədər mən gördüm ki, düzgün bir vaxt gələcək, mən başlayacağam və yaxud həmin vaxt mənə doğru gələcək və yaxud həmin yaxşılıq mənə doğru gələcək. Gördüm ki, həmin yaxşılıq mənə doğru nə gəldi, nə də ki, həyatımda bir şeylər dəyişdi. Bunlar olmadı. Sadəcə elədim və gördüm ki, həqiqətən də düzgün vaxt indiymiş. Yəni sadəcə nə arzusunuzsa eləyin dostlar. Ana hədəfinizə odaqlanın və sırf onun üzərindən gedin. Heç bir şeyi belə tamamilə qüsursuz şəkildə tutmayın. Zaten vaxtını tapanda hamısı yerində oturacaq və olacaq. Əslində bu videoların yəni məzmununu yazmamışdım. Sadəcə kafadan gələni danışıram. Görürsüz, əvvəllər mən fikirləşirdim ki, mən nə danışıram falan belə. Çıxırdım kameraların qabağına belə səhv bir şey danışırdım və yaxud heç danışa bilmirdim, bütün moralim pozulurdu. 10 dənə, 15 dənə denəmədən sonra axır ki, bir dənə video tutuzdururdum. Onda da belə düşünürdüm ki, görürsən video necə oldu. Ancaq indi vecimə deyil. Sadəcə danışdıqlarımı bilirəm ki, həqiqətən də mənim həyatımda etkisi olubdu. Nəysə dostlar, bu videonu da belə sonlandırıram. Gələcək videolarda görüşərik. Özünüzə yaxşı baxın, salamat qalın, sağ olun.